Ömrümdə birinci dəfə Kürdəxanıya gedib belə yer görəcəyimi ağlıma gətirməzdim. Zabrat Kürdəxanı Məmmədli sakinlərinə şad xəbər. Siz tərəfdə belə qəşəng yer açılıb. Albalıda ilk diqqətimizi çəkən bax bu yarım kabinetlər oldu. Sanki kabinet deyil, bir kanat kabinəsidir. Üstəlik bu yarım kabinetlər həm də ikinci mərtəbə effekti yaradır. Məkanın qəşəng bastırma dönəri və münasib kabab setləri varmış. Biz 8 nəfərlik seti yoxladıq. Burada xeyli sayda məzələr, salatlar, qarışıq kabablar, lahmacun, içki olaraq kompotu, ayranı, kolası da öz yerində. Axırda paxlava və limitsiz çay da setə daxildir. Bu da hələ son deyil. Set götürsəz, uşaqlara dondurma da ikram edilir. Bax bu qədər naz nemətin qiyməti 115 manatdır. Zabratda Kürdəxanıda yaşayan adam bu qiyməti qoyub şəhər mərkəzinə gəlməz. Adama 14-15 manat düşür hə. Yeri gəlmişkən bu setin 2 və 4 nəfərlik variantları da mövcuddur. Məkanın dönərini də çox tərifləyirlər. Dözməyib dadına baxdıq. Bastırma dönərləri həqiqətən əla idi. Burada albalı sosunda can ətinin kababını verirlər. Çox maraqlı, fərqli dadı var. Məkanın məncə tək qüsuru Visiyə gedən yol bax bu pləkanlardan keçir. Albalıda axşamlar canlı ifalar olur. Ad günləri və digər şad günləri keçirmək üçün məsləhətli yerdir. Yay aylarında dənizə gedənlər də burada dayanıb yol üstü əyləşə bilər. İzlədiyinizə görə təşəkkürlər. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.